Salam dostlar, mən bu gün sizə Səfəvi dövlətinin Şah 1. Abbasın dövründə yüksəlməsi, həm də islahatları haqqında danışacağam. Şah 1. Abbas kim olub? Şah 1. Abbas özü də Şah İsmayıl Xətainin nəvəsi olmuşdur. Özü həm hakimiyyətə gəlməsi isə Səfəvilərin o vaxtda çox ağır günlər yaşaması, həm də iqtisadi və müharibədə aramsız müharibə olurdu. Bir tərəfdən də şərq tərəfindən Şeybanilər işğalı, həm də qərb tərəfdə də Osmanlılar tərəfindən torpaqda işğal edilmişlər. Səfəvilərin də çox torpaq itirmişdir. Özü 1587-1629-cu il arası hakimiyyətə gəlmişdir. Həm də Şah Abbasın birinci Şah Abbasın dövründə də eyni illərdə Səfəvi dövləti yüksəlmişdi. O ordu cəhətdən bir çox cəhətdən inkişaf etmişdi. Həm də onun bir dənə nümunə çəkə bilərik ki, onun izbati islahatları olmuşdur. Həm də qanunsuzluq da sıfır emişdi. O vaxt o hakimiyyətə gəlmədən qabaq Qızılbaşlar da bir tərəfdən tek başına vuruşurdu bir-birləri ilə. Həm nizamsızlıq olurdu. Ordu cəhətdən də zəifləmişdilər, həm də tüfək deyilən, nə də top deyilən bir şey yox idi. Qızılbaş ordularında. İndi hərbi islahatlara da başladı o hakimiyyətə gələndə. İzbati islahatla başlayandan sonra bir çox rüşvət alan məmurlar və sairləri də cəzalandırıldı. Həm də hərbi cəhətdən qızılbaşlar da bəzi var, onların başçılarını dinləməyənlər də ağır cəzalandırılırdı. Həm də hərbi inzibati sahədə genişlənmişdi, həm inkişaf edirdi. Həm də ordu cəhətdən də top, tüfəklərdə və s. gətirilmiş, həm təlim tərbiyə də keçirilirdi. İnilərdə tüfəkçilər müxtəlif vilayətlərdən gətirilirdi. Yine topçular da xüsusi top yerlərində öyrədilirdi. Top atmalı və oradan da biz eynilə də həm də qulamlar da vardı. Qulamlar isə də o deməkdir xristiyan mənşəli, xristiyan bir uşaq gətirirdilər hansısa bir yerdə. Oradan müsəlmanlaşdırılaraq müsəlman olurlar, müsəlman döyüşçülər olmağa başlayırlar. Eynilərdə həm də tüfəkçilər isə müharibə zamanında bir çox düşmənə tüfəklə məhv edirlər. Həm də topçular isə qala mühasirələrində bir çox qalada da elə şahı qorumaqda da vəzifələri olurdu. Eynilə də həm Şah 1. Abbasın dövründə də Osmanlı tərəfindən işğal edilmiş torpaqlar da alınmışdır. 1603-cü ildə də Təbriz də azad edilmişdi. Həm də ən çoxu Xorasan da işğal edilmişdi. Əvvəllər Şeybanilər tərəfindən 1599-cu ildə alınmışdı. Eyni ilə də həm də 1605-ci il, 1604, 1603, yəni o tarixlərdə İrəvan, Naxçıvan, Zulfa, bəzi döyüşsüz də alınmışdır. Elə də həm də Cəlallilər hərəkatlarından da istifadə edərək Osmanlı tərəfindən işğal edilmiş torpağının alınmışdır çox hissəsini. Həm də Azərbaycanın da 90%-ində geri almışdır Osmanlılardan. Eyni ilə də həm də Cəlallilər hərəkatı nədir? 1591-ci ildə Koroğlu tərəfindən olmuş. Yəni Koroğlunun da əsl adı Rövşən olmuşdur. Eyni ilə də yəni o hərəkata başçısı Koroğlu olmuşdur. Eyni ilə də Şah 1. Abbas da Şah 1. Abbas hələ Naxçıvanı da alaraq üsyançılar da bayram edirdilər. Çünki Osmanlılar da Osmanlıların dövründə işğal ediləndə o həmin ərazilərdə də əhalilər də çox ağır vergilər, həm də qəddarlıqlarla da qarşılaşmışdılar. Sonra alınandan sonra bir çox yerlərdə həm də Osmanlılar da heç həzm edə bilmirdi. Çünki Osmanlılar da onlar məğlubiyyəti qəbul edə bilmirdilər. Sülh müqaviləsi bağlansa da yenə də şərtlərini pozurdular. Yenə müharibə edirdilər. Yenə də məğlub olaraq ayrılırdılar. Amma yəni Şah Abbas da heç bir istəməzdi müharibə olsun. Yenə də amma Osmanlılar da durdu ilə sataşırdı. Həm də müharibədə çox uzun olurdu. Eyni ilə də Şah 1. Abbasın da bir çox uğurlu döyüşləri də olmuşdur. Həm də islahatlar sayəsində.
nizam intizamda olmuşdur. Həm də Hörmüzdə 1622-ci ildə alınmışdır. Orada Portuqaliyalılar tərəfindən. Həm də İngilis donanması sayəsində olmuşdur. İngilis gəmisi sayəsində olmuşdur. Portuqaliyalılar tərəfindən işğal edilmiş Hörmüzdə yer almışdır. Özü də Hörmüz də hələ o vaxt birinci Osmanlı Səfəvi müharibəsi zamanı Şah İsmailin dövründə də Hörmüz, yəni Portuqaliyalılar da fürsət istifadə edərək Hörmüzü də işğal etmişdirlər. Sağ olun dostlar. Bunun kimi videoların gəlməsi istəyirsiniz, aşağıda like atmayı unutmayın. Yəni daha dostlar danışdığım bu qədər idi.